Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Qəlbləri hərəkətə gətirilən şeylər. Qəlbləri hərəkətə gətirən şeylər nələrdir? Ənəs İbn Məlik, Allah ondan razı olsun, deyir ki, bir kişi Peyğəmbər s.ə.v-in yanına gəldi və dedi ki, ya Resulallah, qiyamət nə vaxtdır? Peyğəmbər s.ə.v dedi ki, sən qiyamət üçün nə hazırlayıbsan? Və o da buyurur ki, deyir ki, Allah və Rasuluna olan sevgimi, yəni Allah və Rasuluna olan sevgini hazırlamışam. Və Peyğəmbərimiz deyir ki, sən sevdiyinlə bərabərsən. Sən sevdiyinlə bərabərsən. Ənəs deyir ki, biz deyir, İslamdan sonra sevindiyimiz, yəni ən çox şiddətli, yəni İslamdan sonra ən çox sevindiyimiz şey Peyğəmbərin s.ə.v bu sözü idi. Bu sözü idi ki, sən sevdiyinlə bərabərsən. Ənəs deyir ki, fəənə uhibbu Allah və Rasuləhu, deyir ki, mən Allah və Rasulunu sevirəm və Əbu Bəkir və Öməri sevirəm və ümid edirəm ki, onlarla bərabər olaram. Yəni, onların etdiyi əməlləri etməsəm də. Növbəti hədisdə Ənəsdən rəvayət olunan hədisdir ki, Peyğəmbər s.ə.v yəni bir gəncin yanına daxil oldu, o da ölüm ayağındaydı. Dedi ki, necəsən? O deyir ki, mən Allaha, yəni ümidim Allahadır. Ümidim Allahadır, ya Resulallah, amma deyir, günahlarımdan qorxuram. Peyğəmbər s.ə.v dedi ki, bir qulun qəlbində, yəni bu kimi yerdə bir qulun qəlbində, yəni bu iki şey cəmləşsə Allah Teala ona verər ümid etdiyini ona verər və qorxduğu şeydən də onu əmin eləyər, onu qurtarar. Və şeyx deyir ki, bu iki hədisdə deyir ki, qəlbdə olan, yəni o üç xüsusiyyət, o üç xislət. Deyir ki, onlar burada, bu iki hədisdə o üç xislət cəmləşir. Və o da nələrdir? Deyir ki, onlar elə bir şeylərdir ki, Allah Teala ilə rastlaşmaq üçün, Allahla qarşılaşmaq üçün, yəni lazım olan şeylərdir. Onlar da nələrdir? Sevgi, ümid və qorxu. Allaha olan sevgi, Allahdan olan ümid və ondan olan qorxu. Və deyir ki, şeyx deyir ki, mütləq lazımdır ki, itaətin bütün ibadətlərdə bunların hamısı gərək olsun. Bütün ibadətlər bunların gərək hamısı olsun. Çünki Allah Teala yəni sevgi barədə buyurur ki, iman gətirənlərin Allaha olan sevgisi daha şiddətlidir. Və Peyğəmbər s.ə.v ümid barəsində buyurur ki, وَمَنْ يَقْنَدُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ Allahın, yəni Rəbbinin rəhmətindən yalnız zəlalətə düşənlər ümidini kəsər. Və qorxu barəsində Allah təala buyurur ki, deyir, əfəəminə məkrəllah, fələ yəmnə məkrəllah illəl qavmul xasirun. Deyir ki, onlar Allahın yəni hiləsinə əmindirlərmi? Yəni hiləsinə arxayındırlarmı? Deyir ki, Allahın hiləsinə arxayın olan yalnız yəni uduzmuş qövm ola bilər. Amma deyir ki, bu üç dənə xüsusiyyət, üç xislət, onlar Allah Teala'nın bu ayəsində cəmləşir. Deyir ki, Ulaikəl-ləzīne yəd'ūne yəbtəğūne ilə rabbihimul vəsilətə əyyuhum əqrab və yərcūne rəhmətəhu və yəxafūne əzəbəhu innə əzəbə rabbikə kənə məhdura. Deyir ki, o kəslər ki, yəni onların o dua edib çağırdıqları, onların özləri öz Rəblərinə, yəni onların dua edib çağırdıqları müşriklərin, yəni dua edib çağırdıqları peyğəmbərlər, salihlər və mələklərə onları çağırırlar, ki, onlara ibadət edirlər. Və Allah da deyir ki, onların o dua edib çağırdıqları özləri
Rəblərinə yaxınlaşmaq üçün bir vəsilə axtarırlar. Yəni onların özləri vəsilə axtarırlar, yəni salih əməllərdə yarışırlar və Allaha yaxınlaşmaq üçün çalışırlar. Və bununla vəsilə axtarırlar ki, hansı daha yaxındır. Və həmçinin Allahın rəhmətini ümid edirlər və Allahın əzabından qorxurlar. Deyir ki, həqiqətən Rəbbinin əzabı, yəni çəkindiriləndir. Və sonra buyurur, deyir ki, sevginin məqamı, ibadətdə sevginin məqamı, yəni bədəndə ruhun yeri kimidir. İbadətdə sevginin yeri, bədəndə ruhun yeri kimidir. Və deyir ki, sevgidir insanın nəfsini, yəni hərəkətə gətirən, həvəsləndirən, ibadətləri yaxşı şəkildə yerinə yetirməyə həvəsləndirən, hərəkətə gətirən şey sevgidir. Və ta'atul məhbub subhanahu vəl-bu'd və deyir ki, Allah Taalaya itaətə, yəni həvəsləndirən sevgidir və həmçinin Allah Taalanın qadağan etdiyi şeylərdən uzaqlaşmağa, yəni yenə yəni həvəsləndirən sevgidir. Deyir ki, sevgi ibadətin əsasıdır. İbadətin əsası hətta deyir ki, onun ruhudur. Hətta onun ruhudur. İbadətin deyir, ibadətin düzgün şəkildə yerinə yetirilməsi sevgi üzərində olur. İbadətin düzgün şəkildə yerinə yetirilməsi sevgi üzərində olur. Amma qorxu nədir? Ümid nədir? Ümid deyir ki, nəfsi idarə edəndir. Ümid, nəfsi idarə edən bir şeydir. Deyir ki, yəni yolda getmək üçün və o yolda düzgün olmaq üçün yəni ümidin olması lazımdır. Yəni ümid olanda nəfs, yəni Allah yolu ilə gedir və o yolda doğru düzgün olur. Deyir, qorxu nədir? Qorxu deyir ki, nəfsi sürən və onu haramlara, günahlara düşməkdən qoruyandır. Sonra Vahb ibn Munabbih, Allah ona rəhmət eləsin, deyir ki, nəfs heyvanların nəfsi kimidir. Nəfs heyvanların nəfsi kimidir. İman, yəni idarə eləyəndir. Əməl isə deyir, onu sürəndir. Və sonra buyurur, deyir ki, nəfs, yəni belə deyir ki, tikbaşdır. Nəfs tikbaş bir şeydir. Deyir ki, onu idarə eləyən, onu yönəldən, idarə edən, əgər yorularsa, zəifləyərsə, əldən düşərsə, deyir ki, onun sürüsünə qarşı, yəni tikbaşlıq edər. Sürənə qarşı tikbaşlıq edər. Əgər deyir, onu sürəni, nəfsi sürən, o əgər zəifləyərsə, əldən düşərsə, deyir ki, o yolu azar. Yolu azar nəfs. Və sonra burada deyir ki, nəfs bənziyir, deyir, heyvana. Elə bir ki, belə, yəni, heyvana bənziyir. Nəyə görə? Yəni, heyvana bənziyir, belə itaət eləməyən, yəni tikbaşlıq edən belə bir heyvana bənziyir. Deyir ki, nəyə görə? O da onun çox dəyişən olduğuna görə və insanın da ona sahiblik eləyə bacarmadığına görə və insan ona sahiblik etmədiyinə görə və buna görə bu belə bir heyvana bənziyir, nəfs. Yalnız Allah əgər ona yardım eləyərsə, yəni qula, Allah Teala yalnız qula Allah Teala əgər yardım edərsə, elmlə, əməllə Allah Teala qula yardım eləyərsə, onda yəni yalnız bu mümkündür. Yəni nəfsin yəni yönləndirilməsi yalnız Allahın yardımı ilə olur. Allahın qula olan yardımı ilə, nəfsə Allah Teala'nın yardımı olsa, elmlə yardımı olsa, əməllə yardımı olsa, Allah Teala'nın yardımı olsa, onda yəni nəfsin düzgün olması mümkündür. İbn Teymiyyə rahimehullah deyir ki, فَاِنَّ الْاِلْمَ قَائِدٌ وَالْعَمَلُ سَائِقٌ deyir ki, elm idarə eləyəndir, əməl isə sürəndir. Nəfs deyir, yəni
dikbaş bir şeydir. Eğer deyir onu idarə edən eğer zəifləyərsə, onda sürən də ona bir şey edə bilməz. Yani ondan ötürü də düzgün olmaz. Eğer deyir onu sürən, onu sürən eğer o zəifləyərsə, deyir ki, onu idarə edən də ona bir şey edə bilməz nəfsə. Və idə da'fəl ilmu hara səlik, deyir ki, eğer elm zəifləyərsə, nəfsdə, yəni nəfsin elmi zəifləyərsə, deyir ki, yolu gedən tərəddüd içində olar, yəni çaşar. وَلَمْ يَدْرِ اَيْنَ يَسْلُكُ və bilməz, hara getdiyini bilməz. Hara getdiyini bilməz. Eğer deyir əməli tərk eləyərsə, yolu gedən tərəddüd içində olar, yəni çaşar, yəni yolu çaşar və başqa yolu gedər. Deyir ki, bu da elə bir ki, yəni yolu tərəddüd edən, yolu çaşandır, deyir, bilmir. Hara getdiyini bilmir sanki. Və nə qədər getməsi nə qədər çox olsa da, yolu getməsi nə qədər çox olsa da, amma hara getdiyini bilmir. Ona görə də yolu, yəni çaşandır, yolunda yəni tərəddüd edəndir. Deyir ki, ümid nədir? İndi ümiddən deyir ki, ümid elədir ki, ümid idarə eləyəndir. Ümid, nəfsi, ümid elə bir şeydir ki, nəfsi bütün fəzilətlərə aparan, idarə eləyən, yəni onları fəzilətləri tərəf aparandır. Yəni itaətlərə həvəsləndirəndir, təşviq eləyəndir. Və deyir ki, ümid elə bir şeydir ki, qulda, yəni ibadətlərdə qulda ciddiliyin yaranmasına səbəbdir. Və qorxu isə nədir? Qorxu isə deyir, sürəndir. Qorxu sürəndir. Və zəcirun lil-abdi, elə bir ki, qulu itaətlərə aparan bir şeydir. Yəni, qulu itaətlərə yönəldən aparan bir şeydir. Və qadağan olunan haramlardan, günahlardan uzaqlaşmasına aparan bir şeydir. Ondan uzaqlaşdıran bir şeydir. Ümid deyir, nədir? Ümid innəmə yəkunu, deyir ki, varaca innəmə yəkunu nəfiyən, deyir ki, ümid nə vaxt faydalı olur, ümid nə vaxt fayda verir sahibi üçün, nəfs üçün nə vaxt fayda verir, əgər itaətlərə onu apararsa. Ümid nə vaxt faydalı olur, əgər onu, yəni nəfsi itaətlərə apararsa. Qorx, demək, vəl-xavf, deyir, qorxu nə vaxt faydalı olur? Deyir ki, əgər yəni haramlardan onu qoruyarsa, çəkindirərsə və günahlardan onu çəkindirərsə. Və la yuğallib racaun ala xawfin və la xawfun ala racain. Deyir ki, elədir ki, yəni ümid nə qorxudan çox olmamalıdır, nə də ki, qorxu ümiddən gərək çox olmasın. Hər ikisi gərək olsun. Hər ikisi gərək olsun. Bunların hər ikisi deyir ki, quşun qanadları yerindədir. Quşun qanadları kimidir? Həmən qalləbər raca, əgər kim deyir, ümid tərəfi çox edərsə, qorxu tərəfini azaltarsa, ümid tərəfi kimdə çox olarsa, nəfsdə çox olarsa, deyir ki, Allahın hiləsindən arxayın olar. Yəni, narahat olmaz ona görə. Əgər kimin də qorxusu əgər çox olarsa, ümidi az olarsa, deyir ki, Allahın rəhmətindən ümid üzər. Allahın rəhmətindən ümid üzməsinə səbəb olar. İbn Abbasdan rəvayət olunduğuna görə deyir ki, bir kişi Peyğəmbər s.ə.v-dən soruşur günahlar haqqında, böyük günahlar haqqında Peyğəmbərimiz s.ə.v deyir ki, Allaha şərik qoşmaq, Allahın rəhmətindən ümidi üzmək və həmçinin Allahın məkrindən ona qarşı arxayın olmaq. Allahın hiləsinə qarşı arxayın olmaq. Deyir ki, fəl-əmnu məkrilləh, deyir ki, Allahın hiləsinə qarşı əmin insanın arxayın olması, rahat olması ümid tərəf çox olanda olur. Allahın
hiləsinə görə insanın rahat olması, narahat olmaması insanda ümid tərəfi çox olanda olur və Allahın rəhmətindən qorxmaq, Allahın rəhmətindən ümid üzmək nə vaxt olur? Allahın rəhmətindən ümid üzmək nə vaxt olur? Deyir ki, yəni qorxu tərəf insanda çox olanda, nəfsdə qorxu tərəf çox olanda olur. Fəl-vacibu aləl-abdi ən yətiyə bir-rəcə vəl-xavf. Deyir ki, amma lazım olan, qula vacib olan odur ki, onda ümid də, qorxu da hər ikisi olsun eyni dərəcədə. Və sonra buyurur ki, deyir, qulun deyir, nə qədər çox, yəni bu şeylərlə maraqlı, bu üç şeylə maraqlanmasına qulun nə qədər də çox ehtiyacı var. İbadətdə bu üç şeyin olması, yəni qulun bu ilə maraqlanması deyir ki, nə qədər də qulun bu şeyə çox ehtiyacı var. Allaha olan sevgi, Allaha olan ümid və Allahdan olan qorxu. Niyə? Çünki itaəti doğru olsun deyə. Allaha olan itaətində doğru olsun deyə. Və deyir ki, kullu təfridin yəqa finnəs, insanlarda baş verən, insanlarda olan bütün bu, yəni həddi aşmaqdır, yəni səhlənkarlıqdır. Deyir ki, onlar hamısı bu üç şeyə qayıdır. Onlarda, yəni bu üç şeydə xələl olanda, yəni bu vaxtı olur. Bu üç şeydə xələlin olmasına qayıdır. Və tuaddu həzihi thələthə muharrikatun. Deyir ki, bu üç dənə şey, deyir ki, yəni qəlbləri hərəkətə gətirən faydalı, böyük bir şeylərdir. Bu üç şey, yəni qəlbləri hərəkətə gətirilən faydalı bir şeylərdir. Bunların faydası böyükdür, yəni. Bu üç şeyin faydası qəlblərin hərəkətə gəlməsi üçün yəni əzəmətlidir. Əgər bu şeylər qəlbdə olarsa, qəlb hərəkətə gələr və Allaha tərəf getməsində, yəni sevgi ilə gedər Allaha tərəf, Allahın razılığını istəyər və Allahı qəzəbləndirən şeylərdən də uzaqlaşar. Və deyir, qəlbin bəlası azalar və yaxud da yoxa çıxar. İbn Teymiyyə rahimullah deyir ki, Allaha tərəf qəlbi hərəkətə gətirən bu qaydaya gərək diqqət yetirmək mühümdür. Bu qaydaya diqqət yetirmək mümkündür. Hansı ki, və bu ilə Allaha, yəni qəlblər Allaha çox bağlı olur. Və deyir, qəlblərin bəlaları az olur və yaxud da ki, yox olur. Bütünlüklə. Allahın yardımı ilə. Güc, qüvvət yalnız Allahdandır. Fənəqul i'ləm və deyirik ki, bil ki, həqiqətən, yəni qəlbləri Allaha tərəf hərəkətə gətirən şey üç dənədir. Yəni, sevgidir, qorxudur və ümiddir. Və onların ən güclüsü, ən qüvvətlisidir ki, sevgidir. Və bundan da məqsəd odur ki, yəni sevgi elə bir şeydir ki, insana dünya və axirət ləzzətlərini insana yəni daddıran bir şeydir. Yəni bu sevgi səbəbi ilə insan dünya və axirət ləzzətlərini, yəni iman ləzzətini, yəni sevgi ilə insan dadır, iman ləzzətini. Və qorxu elədir ki, deyir, axirətdə yox olmayacaq. Axirətdə qorxu olmayacaq. Çünki Allah da deyir ki, Ələ innə əvliyə Allah lə xafun aleyhum və ləhum yəhsanun. Bilin ki, Allahın dostları onların üzərinə nə qorxu olmayacaq, nə də onlar hüzünlənməyəcəklar. Qorxudan məqsəd nədir? Qorxudan məqsəd deyir, odur ki, insanın, yəni nəfsi Allahın yolundan çıxmağa mane olur. Qorxu elə bir şeydir ki, nəfsi Allahın yolundan çıxmasına mane olur. Və sevgi də elə şeydir ki, nəfsi Allahın yoluyla getməyə aparır. Və onda olan zəifliyə görə, deməli, onun
yolda o yolu getməsi onun zəifliyinə görə və yaxud onun güclü olmasına görədir. Əgər sevgi nəfsdə, yəni Allaha tərəf getməsində olan, yəni qulun Allaha tərəf getməsində olan sevgisi nə qədər əgər zəif, güclüdürsə, getməsi də güclü olacaq, Allaha tərəf getməsi və əgər zəifdirsə, Allaha tərəf getməsi də zəif olacaq. وَالْخَوْفُ يَمْنَعُهُ أَنْ يَخْرُجَ عَنْ طَرِيقِ الْمَحْبُوبِ. Deyir ki, qorxu elədir ki, ona, yəni Allahın yolundan çıxmağa mane olur. Ümid isə onu o tərəfə aparır, Allahın yoluna tərəf aparır. Və hədə əslun azimun, deyir ki, bu şeylər, yəni bu üç dənə şeydir ki, əzəmətli bir əsildir, bir əsasdır. Hər bir qula lazımdır ki, bu ilə maraqlansın. Buna diqqət eləsin. Çünki onun Allaha qul olması, düzgün, yəni qul olması, qulluğu bu üç şeylə əldə edilir. Və kullu əhədin yecib ən yekuna abdən lillah. Və hər kəsə də lazımdır ki, Allaha qul olsun, Allahdan başqasına qul olmasın. Və əgər deyilərsə ki, deyir, bəzən qul, yəni onda sevgi olmur, onu, yəni o Allaha tərəf aparan şey nə olur? Hansı şey qəlbləri, yəni hərəkətə gətirir və deyir ki, burada iki şey hərəkətə gətirir onu. Onları da inşallah Allahın izni ilə gələn dəfə götürərik. Allah qəlbimizi dinin üzərində sabit eləsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ent, əstəğfiruka və etûbü ileyk.